Salam, bugün ehtimal və birləşmələr nəzəriyyəsi, kombinezon, permutasiya bunların izahına baxacağıq. Başlayaq. Əvvəlcə sualla başlayırıq. Deyir 6 qara, 8 qırmızı, en sayda yaşıl marker olan bir torbadan təsadüfən bir marker çıxarır. Yaşıl olması ehtimalı 9-dakıdır. Yaşıl markerin sayı. Ümumi marker sayı 14 seçərək n-dir. Yaşıl da n-dir və 9-da 2 nə qarırıq? Ümumi mümkün halların sayını əlverişli halların sayına bölürük və buna edir 28 degərək 2n edir 9n, 7n 28 və n 4 çıxır. Deməli, yaşıl markerlərin sayı 4 ədəddir. 2 zər birlikdə atılır. Baxın, bir zərdə düşmə ehtimalı 6-dır. İkisində də deməli 36-dır. 36 cəminin üst-üstə düşənlərin cəminin 10 olmaz. 6, 4, 4, 6, 5, 5. 36-da 3, o da edir 12-də 1. Deyir ki, rəqəmləri fərqli 3 rəqəmli ədədlərin sayı tapın. Baxın, əvvəlcə belə 3 rəqəmli, baxın, belə bir xana çəkirik. Birincidə ədəd olma ehtimalı 9-dur. Fərqli deyir, biri seçildi 8, bir də seçildi 7. Düzdürmü? 9'dur. 9'dur. Məsələn, burada 9 olur, ancaq bura artıq 8 olacaq. Bu da 648 edir. Birinci xanda 0 nəzərə alınır, ikincidə alınır, üçüncüdə də artıq 10 çıxaq 2 olacaq. Faktorial anlayışı, faktorial. Baxın, faktorial anlayışı nədir? Məsələn, 6 faktorial. Nədir? 1-dən həmin ədədə qədər 4, 5, 6 hasil deməkdir. Faktorial odur. Qutuda 6 qırmızı, 8 ağ kürəci və götürülməmiş 2 kürəcin qırmızı. Baxın, ümumi 14'dür. Ümumi hal tapsaq 14'dən 2'dir. Qırmızılardan isə kombinezon 6'dan 2'dir. Bunu necə hesablayırıq? Baxın, kombinezon 6'dan 2 nətər olur? 6 faktorial bölünsün 2 faktorial vurulsun 4 faktorial. Bölünsün 14 faktorial bölünsün 2 faktorial vurulsun 12 faktorial. 6 faktorial yazacağım, 4 faktorial vurulsun 5 vurulsun 6 şəklində. Bunlar ixtisar gedəcək, bunlar da gedəcək. Burada 3 qalacaq və biz sürətdə 15 aldıq. Bunu da yazıram, 12 faktorial vuraq 13 vuraq 14, 12'lər gedir, bu da gedəcək, 7 qalacaq 91. 15'in 91'ə nisbətini almış olduq və cavab da elə A variantı olacaqdır. Sonra baxın, bunu hesablamaq üçün nə varıq? 6 faktorial mötərizə xaricini çıxarıq, 1 üstə gəlsin 7 qalır. 5 faktorial çıxarıram, 1 üstə gəlsin 6 vuraq 7 vuraq 8 qalır. 8. 6 faktorial vurulsun 8 bölünsün 5 faktorial vurulsun. Bunun hasilini tapırıq. 42 vuraq 8 336 337. 6 faktorial 5 faktorial vurulsun 6 kimi yazıb ixtisar aparıram. 48'də yox 43 qalır. Burada qalır 258'də 337. Deyir ki, rəqəmlərlə düzəlmiş 5 rəqəmli ədədlərin sayını tapın. Verilən 5 rəqəmli, baxın 5 faktorial. Deməli 120 dən düzəlir. 0 rəqəmi ilə başlama olmur. Deyir 4 faktorial 24'ü ümumidən çıxırıq 96 qalır. 3 qızı yanaşı olmaqla neçə üsulla düzmək olar? 3 qızı yanaşı olaraq baxın belə bir ola bilər. Bu 5 variant hər birində oğlanların yerləşmələrinin sayı 4 faktorial, qızlarınki 3 faktorial olacaq. Baxın 5'dən də hal var deyə 15'ə vururuq 720'dir. Kombinezon birləşmələri nədir? N elementi çoxluğun M elementi nizamsal çoxların hər birinə verilən çoxluğun M elementi kombinezon deyilir. Bəyəfədim kombinezon belə hesab olunur və 0 faktorial həmişə 1'dir. Yəni bunu yanımızda saxlayaq. Bu iki Rufaya da düşmüşdür rayon şəhərə. Deyir 9 şagirddən 6 nəfərini neçə fərqli üsulla seçmək olacaqdır.
Baxın 6 nəfərə biz bir element kimi baxırıq. Baxın sanki bir blokdur bu 6 nəfər. 3 4 5 6. Burada 6 nəfər, burada da 3 nəfər qalır. Ümumiyyətcə 7-dən üst qalır, o da 35-ə bərabər olur. İndi bəzi gəlin suallara baxaq. 4 kitabı rəfə neçə sulla yığmaq olar? 4 faktorialda hesablayırıq 24. Neçə 3 rəqəmli? Baxın, bayaq dedik. 5 rəqəmli, 3 rəqəmli. Burada necə olacaq? 3 faktorial olacaqdır. O da 6 eləyir. Burada nə qardıq? Baxın, bayaq da belə 4 faktorialdan çıxdıq. 4 faktorial neçə eləyir? 24. 24. 24-dən də çıxırıq. Bir dəqiqə. 3 faktorial o da eləyir 18. Deyir neçə 2 rəqəmli ədəd düzəltmək olar? Burada artıq 2 rəqəmli deyir. 2 rəqəmli deyirsə 4 faktorialı vururuq. 4 faktorial neçə eləyir? 4 faktorial. Əslində 13, 15, 17 görürsünüz də birindən 3 dənə olursa 3'ü vurursunuz 4'ə 12. Yəni elə eləmək olur. Burada da 25, 28, 2'ni vururuq 3'ə 6. Burada kombinezon 10'dan 2. Hesaplama qaydasını dedim ki 10 faktorial bölünsün 8 faktorial vurulsun 2 faktorial 8 faktorial vurulsun 9 vurulsun 10. Buradaki 45. 38'ə kombinezon 9'dan 3 9 faktorial 6 faktorial vuraq 3 faktorial 7 9 8'de 3'e vurduk 84. 20 nəfərlikdən 2. 20 faktorial 18 2. 18 faktorial 2. Bunlar getdi 10 qaldı 190. Bunların izahını bu qədər verdik. İndi məndə başqa bir vəsaitdə suallar var. Onlardan da maraqlı seçib yerləşdirəcəm. Onların da izahına baxaq. Orada çox gözəl suallar vardır. Belə bir sual var ki, qutuda 6 qırmızı, 8 ağ kürəcik var. Təsadüfi götürülən 2 kürəciyin qırmızı olma ehtimalı. Baxın, bayaq demişdik. Kombinezon 14'dən 2 bölünsün kombinezon 6'dan 2. Bunu hesaplayacağıq. 14 faktorial bölünsün 12 faktorial vurulsun 2 faktorial 12 faktorial vuraq 13 14 üzür getdi ixtisar 2 7 91 bölünsün 6 faktorial 15 və üzr istəyirəm, bunun yerini səhv yazdım belə 91'də 15 A variantıdır. Sonra liselərə qəbula düşmüş bir gözəl sual qabağıma çıxdı. İndi onun şəklini qoyum, bir yerdə baxaq. Deyək ki, bir zərrin atılması sınağında bilirik ki, bir zərrin 6 üzü var. Üst üz yanlışı soruşur. Üst üzə düşən cüt olma ehtimalı 6'da 3'də 2, 4, 6, 2'də 1. Üst üzərində 4'dən böyük düşməz. 4, 5, 6, 2'də 1. Yox, 4'dən böyük deyir deyə. 6'da 2 olacaq, 3'də 1. 5'dən düşmə ehtimalı 6'da 1. Sadə ədədlər 2, 3, 5'dir. Bu da doğrudur. Cavabımız B'dir. 4'ü götürmürük çünki 4'dən böyük deyir. Sonra baxın maraqlı suallardan
Ahın. Bizə veribdir bu çoxluğu. Çoxluğun elementlərini yazacağım. Belə şeylər qəbula da düşür. Çox vaxt düşür. Aha. Bu A çoxluğudur. İndi əvəzgərinin elementlərini sana tapaq ki, işləyəndə sanda olsun. 10 element var burada. Aha, deyir 3'ə bölünə bilmə ehtimalı. 3'ə bölünənləri seçək. 3, 15, 30, 45. 4 ədəd var. Onda 4, 2'yə də ixtisar aparsaq, 5'də 2 və A variant edəcək. Da 5'də 2 A variantı. Sonra gözəl bir suallara baxaq. Baxın, yenə elementlər verilir. Deyir ki, çoxluğun elementlərindən neçə müxtəlif 3 rəqəmli ədəd seçmək olar. Baxın, neçə faktorialdır? 5 faktorialdır. 120'dir. 120'dən nəyə çıxacaq? 4 faktorial. Çünki 0-la başlaya bilməz. Bayaq da yəni, bu tipli suallara mən izah etdim. İndi də baxırıq. Dəqiqə 96-nı səhv yazdım. Yox, 96 dedik. Şərtdə bizdən 3 rəqəmli soruşulmuş. Biz ümumi halları tapdıq. Deyir ki, 3 rəqəmli olmaz. Baxın, ən asan yolum deyil. Bir ədəddə bütün mümkün halları tapırıq. Bütün halları tapırıq. 3 olacaq. 12. 12'ni də 4'ə vururuq. 48. Yəni bunu ondan bayaq dediyim üsulla eləməkdənsə belə eləmək daha yaxşıdır. Sonra baxın suallara. Belə suallarda çox düşür. Qoyun əvvəlcə yazmadan silim. Hətta Rufoya yarım finala düşmüşdü. Bir dəfə belə bir sual yadıma gəlir. Hardasa görmüşdüm. A, B, C, D. Deyir A'dan B'ye 4 yol var. B'dən C'ye 3 yol var. C'dən D'yə 5 yol var. Müxtəlif təbii ki. Deyir A'dan D'yə nə varıq? Heç nə. Bunların hər birini bir-birinə vururuq. Bu da edir 60. Baxın, elə bir sual da var. Bu da sizin üçün paylaşıram indi. Bu sualda sizin üçündür. Baxın, bayaq dediyim kimi şeydir. Asan suallardır. Yanında siz baxın. Yəni asandır təbii ki. Deyir ki, gəlin bu suala baxaq. Deyir, aşağıdakı bir cədvəldə mart ayının ilk 20 gündə havanın proqnozu verib. 2 ardıcıl günün küləkli olma 20'də. Baxın, 8'dir də birinci ehtimal. Sonra bir gün getdi, 19 qaldı və oradan da 7 qaldı. Əvvəlcədən bunu mən 4'ə ixtisar apara bilərəm. Belə qalır. Sonra da 95'də 14 edir. Bir dənə də elə sual var, paylaşıram. Baxın, bu sualda siz işləyə bilərsiniz. Baxın, bu sualda bu da sizin üçündür. Əsas edə bilərsiniz. Yenə mən axtarım suala biraz da baxaq və yekunlaşdıraq videonu. Deyir ki, 1-dən 28'ə qədər nömrələnmiş kartlar atılır. İlk çəkilən kartın nömrəsinin cütədə olduğu məlumatdır. Bunun 5'ə bölünmə ehtimalı 10'a bölünməlidir. 10, 20. Heç nə. 10, 20 başqası da yoxdur da. Deyir cütdür və 5'ə bölünməlidirsə elə bunlar olacaqdır. Və ümumi neçə ədədimiz var? 28 ədədimiz var. Onlardan da ikisi ola bilər. O da 14'də 1 və A variantıdır. Bugünlük bu qədər. Kombinezondan olan izahlarım bitdi.